Müəllim ömrüm. Şeirin müəllifi şairə Səidə Əşrəf qızıdır. Müəllimlik incə, gözəl bir peşə. Həsrətlə baxıram ötən keçmişə. Kaş dərsə gedəydim hər gün, həmişə. O gözəl günlərim arxada qaldı. Ən gözəl, mənalı ömrü yaşadım. Ömür davam edər, bu cürə sandım. Gəlib bu həyatın sonuna çatdım. O gözəl günlərim arxada qaldı. Elə bil mənim üçün həyat dayanıb. O şadlıq, o büsat arxada qalıb. Başımın üstünü tənhalı qalıb. O gözəl günlərim arxada qaldı. Gəlib xəyalımdan keçir o günlər. Zənn etdim beləcə keçəcək illər. Gəlib taleyimə gür düşdü nələr. O gözəl günlərim arxada qaldı. Mən uzun illəri heç düşünmədim. O xoşbəxt anların qədrin bilmədim. Sanki göy üzündə bir mayaq idim. O gözəl günlərim arxada qaldı. Kaş dönüb qalaydım o illərdə mən. Məktəb partasının arasında mən qalmışam dünyanın harasında mən. O gözəl günlərim arxada qaldı. Baxıram həsrətlə keçdiyim yola. Təəssüf hissi ilə baxıb sağ sola. Deyirəm o günün bir anı ola. O gözəl günlərim arxada qaldı. O gözəl günlərim arxada qaldı.